Salam, kimyəvi reaksiyanın sürəti kimyəvi tarazlıq mövzusundan 3-cü günün suallarının izahına baxırıq. İlk sualda A üstəgəl B bərabərdir C reaksiyasında reaksiyanın sürəti 5 mol bölünsün litr vur saniyədir. A maddəsinin ilkin qatılığı, yəni C1 bərabərdir 40 və neçə saniyədən sonra, yəni delta tau A-nın qatılığı 10 olar, yəni C2 10-a bərabər olar. Düsturumuz belə idi. V bərabərdir delta C böl delta tau zaman. Delta C-nin də açılışı, burada plus minus qoyuruq. Başlanğıc maddələrin qatılıq fərqi mənfi olduğuna görə sonra mənfiyə vurulacaq. Çünki sürət müsbət qiymət almalıdır. Deməli, C2 çıx C1 böl zaman. Burada C2-nin qiyməti 10-dur, buraya yazın mənfi. 10 çıxılsın 40 C1-in qiyməti və bölünsün delta tauya. V-nin qiyməti də burada verilir 5. Aşağıdan daha dəqiq yazaq. 5 bərabərdir. Deməli, 30 böl delta tau. Delta tau da buradan bərabər olacaq 6-ya. Cavab B variantı. Sonra davam edirik. Burada 70-ci sualda bu suallar eyni olubdur. Deməli, burada texniki səhv olaraq eyni sual atmışam. Deməli, 68-ci sual 2020-ci ilin 1-ci cəhd imtahanıdır. 70-ci sual isə 2020-ci ilin 2-ci cəhd imtahanıdır. Burada eyni sual düşübdür. Yəni, həlli də burada da C olacaq 6. Bunu nəzərə almırıq. Növbəti suala keçirik. Deməli, 12-ci suala baxırıq. Burada düzünə və əksinə gedən reaksiyalar və tarazlıq anı var. Deməli, bu A düzünə gedən, V düzünə gedən reaksiyanın sürətidir. V düz. Bu isə V əksdir. Əksinə gedən reaksiya. Burada isə V düzün V əksə bərabər olduğu an tarazlıq anıdır. A xətti parçalanma reaksiyasının sürətinə aiddir. A xətti xeyr, birləşməyə aiddir. Bu düzünə gedən reaksiyadır. V düz budur, V əks budur. Bu səhvdir. Sonra A xətti düzünə gedən reaksiyaya aiddir. Bəli, bu düzdür. B xətti xəttində V düzünə və əksinə bir-birinə bərabərdir. Burada düzdür. C xətti birləşmə reaksiyasını bildirir. Xeyr, C xətti parçalanma, əksinə gedən reaksiyadır. Parçalanmanı bildirir. Bu səhvdir. Cavab 2, 3, E variantı olacaq. Sonra 6-cı suala baxırıq. 6-cı sual 2019-cu ilin 2-ci cəhd imtahanına düşmüş sualdır. Hansı reaksiyada təzyiqin dəyişməsi kimyəvi tarazlığa təsir etmir? Təzyiq o halda reaksiya təsir edəcək ki, sağ və sol tərəfdə birincisi qasan da maddələri təsir edir. İkincisi də ki, sağ və sol tərəfdə gərək mol nisbəti fərqli olsun. Məsələn, burada 2 mol, 1 mol qaz, 3 mol soldadır, 2 mol sağdadır. Buna təsir edir. Bunu götürmürük. Bu bəlkə baxmırıq. Qaz halında olanlara baxırıq. Buxar 4 mol, bu da qaz 4 mol. Buxar qaz eynidir, ya ikisi də qaz halındadır. 4-4-dür gördüyünüz kimi. Demək buna təsir etməyəcək. Bunu götürəcəyik. Sonra bu bərk haldadır karbon, buna baxmırıq. Burada 1 mol oksigen var, burada 1 mol karbon qazı var. Buna da təsir etməyəcək. Burada 1 mol azot, 3 mol hidrogen, 4 mol soldadır, 2 mol sağda qaz var. Buna təsir edəcək. Bunu götürmürük. Burada 1 mol və 1 mol, cəmi 2 mol qaz burada, 2 mol sağda. Buna da təsir etməyəcək, bərabər olduğuna görə bunu cavab olaraq götürürük. Burada 1 mol qaz, 2 mol, sağda 2 mol, bunu götürəcək. Cavab 2, 3, 5, 6. Yəni, 6da D variantı olacaq. Sonra 72-ci sonuncu suala baxırıq. Reaksiyasında, verilmiş reaksiyada tarazlıq reaksiya məhsullarını, yəni bu tərəfə alınması istiqaməti necə yönəltmək olar? Oksigenin qatılığını azaltmaqla. Onu deyim ki, hər hansısa bir maddənin qatılığını azaldırıqsa, reaksiya istiqaməti həmin azaltdığımız tərəfə yönələcək. Hansısa maddənin qatılığını artırırıqsa, artırdığımız tərəfə yox, əks tərəfə doğru yönələcək. Yəni, burada oksigen soldadır. Deyir, bunu azaldırıqsa, deməli, sola doğru yönələcək. Azalan tərəf oksigen solda olduğuna görə oraya yönələcək. Ona görə bu səhvdir. Xlorun qatılığını azaltmaqla. Xlor sağdadır. Bəli, xloru çıxartsaq, elə çıxartdığımız tərəfə yönələcək. Bu düzdür. Təzyiqi azaltmaqla. Təzyiqlə həcm, yəni maddələrin həcmi tərs mütənasibdir. Təzyiqi azaltsaq, reaksiyanın istiqaməti həcmin artması istiqamətinə yönələcək. Burada həcm 5-dir bu tərəfdə. Bu tərəfdə 4-dür. Təzyiqi azaltsaq, həcmin artması istiqaməti, yəni sola yönələcək. 5 olan tərəfə. Deməli, bu səhvdir. Təzyiqi artırmaqla bu zaman həcmin azalmasına yönələcək, yəni 4 mol olan tərəfə sağa. Deməli, bu düzdür. Cavab 1 və 4 olacaq.
2 və 4 olacaq daha doğrusu. 2 və 4.